Təsəvvür edin, qatar yollarına gətirirlər daş parçaları və yaxud da dəmir parçaları düzürlər. Biz bu yaxınlarda Ağdam Dəmir Yolu Stansiyasının açılışından qaydanda orada səlahiyyətli şəxslərlə bu məsələni müzakirə elədik və mənə bir şey aydın oldu ki, burada bəzi insanlar məqsədli şəkildə çalışır ki, o qatar aşsın. Təsəvvür edin, bu dəfə balaca daş qoyur, eyni adam, dəmir yol xəttləri, mühafizə xəttləri, əməkdaşları bunları aşkarlayırlar. Görür ki, qatar gəldi, dəydi, əzdi, keçdi. Gələn dəfə gətirir, daha yekəsini qoyur. Sonra gətirir, daha irisini qoyur. Yəni, burada şuuraltı olaraq məqsəd odur ki, bu qatarı aşıtmaq istəyir. Biz görək, yekə daş qoyanda nə olur, yekə maniyə qoyanda nə olur? Mənə çox maraqlıdır ki, biz buna potensial bir cinayətkar kimi yanaşırıq, yoxsa inzibati cərimə yazırıq, çıxır gedir. Bunun həlli yolu olmalıdır ki, bu adam yəni məqsədli şəkildə istəyir ki, o qatar orada aşsın. Qobustan qəsəbəsinin yanında bir dənə piyada keçidi var. Sürət həddində endiriblər 70-ə, birincisi 70 km/saat onsuz da piyada üçün təhlükəlidir. Dünyanın neçə arasında 70 km/saat sürətlə hərəkətə icazə verilən və eyni səviyyəli piyada keçidi görə bilməz, mümkün deyil. Bu praktika, bəli, bu Qobustan qəsəbəsində, Qaradağ rayonu və ikincisi, məsələn, keçirsiniz də oradan, şəxsən mən oradan 70-lə keçən sürücü görməmişəm. Oradan 90-la keçir, yenə 90-la keçir və bu piyadanı ölümə atmaq. Üstəgəl hər istiqamətdə 3 zolaq var. Əslində sürücünü də qanamırıq bəzən. Sürücü gəlir, firasdır, baxır belə gembol yol, sürəti buradan yendirim. Belə bir fikir yaranır. Orada ya fərqli səviyyəli keçid yaradılmalıdır, ya da sürəti endirməyə məcbur edən nələrsə qoyulmalıdır, müvəqqəti də olsa. Və sürücü də bunu görməlidir ki, bura başqa bir yerdir. Məsələn, bura, tutaq ki, o Qobustanla Ələfin arası kimi deyil ki, ayağını sıxasan qaza. Özü məcbur olmalıdır ki, buradan başqa sürətini keçməyə. Bax, dünya bunu belə həll edir ki, insanın bir dənə səhvinə görə kimsə dünyasını dəyişməsin. 98-ci ildən bu tərəfə zaman dəyişir, insanlar dəyişir, mühit dəyişir və kifayət qədər mühüm yeniliklərə biz şahidlik edirik. Şəhərimizin böyüməsinə biz şahidlik edirik və şəhərin infrastrukturunda çox mühüm addımlar atılıbdır. Buna görə də düşünürəm ki, sizin əgər belə bir təşəbbüsünüz, fikriniz, mövqeyiniz varsa, Ayna Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi buradadır, yaxud digər demək, müvafiq dövlət qurumlarının nümayəndələri buradadır. O təkliflərlə vahid bir, yekun bir təklifinə onu çıxmaq olar və bununla bağlı konkret, kompromis, ortaq bir məqrəzə gəlinmək olar ki, bu qəbul olunsa, ümumiyyətlə həm cəmiyyət üçün fayda versin, insanlar üçün fayda versin, həm də nəqliyyatı idarə edən və nəqliyyat ümumiyyətlə infrastrukturunun daha da optimal şəkildə idarə olunmasına öz təsirini göstərsin. Bakı, Ələt, Hacıqabul, Qazax yoludur. Beynəlxalq yoldur. M2, 503 kilometr. Onu demək, Ələt, Hacıqabul hissəsinin Atolaq hissəsi var. Çox balaca bir sahə. O yolu bugün getmək olur. Mən özüm maşını saxlamışam. Biz də hamımız sürücüyük də. Sekundameri qoymuşam və nəqliyyat vasitələrini, keçən nəqliyyatı o tərəfli, bu tərəfli sayını hesaplamışam. Və onu sutkanın bir neçə vaxtında, bir neçə zamandan sonra eləmişəm. Böyük bir axım var. Amma oradan bu dəqiqə balaca maşınla hərəkət eləmək olur. Bu məsələni bir demək. Yenə həmin yola qayıdır. Çünki bizim Ələt iqtisadi zonamızda indi işə düşmək ərəfəsində. Mən ikinci bir məsələ. Həmin yolun Qobustana qədər hissəsində Qobustanda 43 gün bundan qabaq bir beton plitə açılır. Hələ də düzəlmir. Düz 43 gün. 4 gün olur da. Olsun. Daşıtma ilə bağlı bir Daxili İşlər Nazirliyi bir 17 yaşlı bir yeniyetməni saxlamışdı və bunu sosial mediada belə şey çevirmişlər, o uşaqdır, yəni belə bir mövzu eləmişlər, amma əslində o uşağa haqq qazandıran insanlar vardı ki, uşaqdır, bilməyir və bundan çox böyük gələcək təhlükələrə yol açır. Onları həm sosial mediada böyük səhifələrin istifadəçilərini, həm də mediaya müraciət edirdi ki, belə şeylərdə diqqətli olsunlar. Çox yanlış mesajlar verə bilirlər, çox belə fərqli istiqamətləndirə bilərlər ki, bu həm piyadaların təhlükəsizliyi üçün, həm yol hərəkəti təhlükəsizliyi üçün ciddi mövzulardır.
hal-hazırda gördüyümüz əsas problem və beynəlxalq səviyyədə əgər baxırıqsa, Azərbaycandakı əsas problem təlimçi peşəsinə peşə olaraq yanaşılmaması və bu sahədə rəsmi statistikaların çıxarılmaması və digər tərəfdən rəsmi məlumatların əldə olunmamasıdır. Necə deyə bilərik ki, bizim düşündürük ki, ilkin olaraq həmin təlimçi peşəsinə sahib olmaq istəyən şəxslər mütləqli şəkildə həm praktiki, həm də nəzəri şəkildə imtahanlardan keçirilməlidir və bu imtahanlardan keçirildikdən sonra mütləqli şəkildə pedaqoji olaraq psixoloji vəziyyətinin nə yerdə olduğu araşdırılmalıdır və bu araşdırma əsasında həmin şəxslərə sertifikasiya olunmalıdır ki, bunun əsasında da onlar təlimçi peşəsini həyata keçirə bilsinlər. Çox təəssüf ki, bugün Azərbaycan reallığında bir ay bundan qabaq sürücülük vəsiqəsi almış şəxslər var ki, onlar belə bu dəqiqə şəhərə çıxsaq təlimçi olaraq fəaliyyət göstərirlər. Son zamanlarda təlimçilərin özlərinin təlim zamanı sosial şəbəkələrdə canlı yayın açıb və eyni zamanda canlı yayını aç geçsin orada video istirahati kimi. Burada problem yoxdur, amma canlı yayında Toğrul müəllim rəylərə cavab vermək və rəylərə cavab verə-verə tələbəni ilk dərsdən 78-ci maddənin tələbinə zidd olaraq birbaşa yola çıxartmaq və yolda potensial təhlükə yaratmaq bu doğru bir şey deyil ki, yəni telefonun əldə tutmaqla istifadəsi belə qadağandır və məsələn, mən şəxsən özümü deyim, mən zənglərə bilirsiniz ki, qətiyyən cavab vermirəm, mesajlara da, dayaqda, o da sürətli bir şəkildə ki, o belə məsləhətli deyil, diqqət yayındırır. Ona görə də təlimçilərin bunu etməyi təhsildə, yəni yetişdirilmədə ciddi problem var.